gözünden bir haber. Gafil oyan, gafil oyan, gafil oyan. Şərq ədəbiyyatında Ramazan ayına dair çox sayda gözəl şeir nümunəsi vardır və hətta sırf Ramazan ayına və orucluğa həsr olunmuş Rəməzaniyə adlı xüsusi şeir növünə də rast gəlinir. Bu şeirlərdən birinin müəllifi 19-cu əsrdə yaşayıb yaratmış Şatir Əbbas Səbuhidir. O qəzəllərinin birində buyurur: روزه دارم من و افطار رمضان لعل لب است آر افطار رطب در رمضان مستحب است. Yəni mən orucam və iftarım o ləl dodaqdandır. Yəni o ləl kimi qırmızı və parlaq dodaqdandır. Bəli, Ramazan ayında rütəblə iftar açmaq müstəhəbdir. Rütəb yaş xurmaya deyirlər və şair deyir ki, mən orucam, yarın dodağı ilə iftar açmaq istəyirəm. Və həqiqətən də Ramazan ayında yaş xurma ilə iftar açmaq müstəhəbdir. Burada yarın dodağı öz şirinliyinə, lətifliyinə və təravətinə görə məhz yaş xurmaya bənzədilir. Sonrakı beytdə şair deyir: Ruze mah Ramazan zülf məyəfşan ki fəqih bexorəd ruzeyi xud ra və qumani ki şəb است. Yara müraciətlə deyir ki, Ramazan ayı gündüz vaxtı saçıvı açıb tökmə ki fəqih gecənin düşdüyünü güman eləyib öz orucunu pozar. Burada bədii təsvirin və mübaliğənin gücünə baxın ki, şair yara müraciətlə deyir ki, sənin saçların yəni o qədər qaradır ki, sən onları açıb töksən, hər tərəf zülmətə qərq olar və hətta fəqih də çaşar, elə bilər ki, axşam düşüb, iftar vaxtıdır və öz orucunu pozar. Beytdə həmçinin xüsusi şeir sənəti növlərindən də istifadə olunub. Məsələn, əvvəldə deyir, Ruze mah Ramazan, axırda şəb است. Buradakı ruz yəni gün, mah yəni ay, eyni zamanda şəb yəni gecə sözləri, bunlar hər üçü zaman vahidi olduğuna görə bu beytdə tənasüb sənətindən istifadə olunub. Eyni zamanda ruz yəni gündüz, şəb yəni gecə zid mənada olduqları üçün təzad sənətindən istifadə olunmuşdur. Həmçinin beytdəki ruz yəni gün, ruzə yəni oruc sözləri də bir yerdə işlənməyi iştiqaq sənəti nümunəsi sayılır. Ruz gün deməkdir, ruzə isə oruc, çünki orucu məhz gün boyu tuturlar. Yeri gəlmişkən qeyd edeyim ki, indi dilimizdə işlək olan oruc sözü də məhz həmin ruzə sözündən gəlir, həmçinin rus dilindəki eyni məna daşıyan uraza sözü də məhz bu ruzə sözündəndir. Bütün türk dillərində indi demək olar ki, oruc sözü istifadə olunur, amma fars mənşəlidir. Qədim türklərdə bu sözün qarşılığı baçaq şəklində olub, əski Uyğur abidələrində baçamaq, yəni oruc tutmaq feilinə rast gəlinir və baçaq sözü də Mahmud Qaşqərinin Divan-ı Lüğat-ı Türkündə qeyd olunur ki, məhz xristiyan türklərinin tutduğu oruca deyirlər. Hərçənd ki, bu sözü də araşdırarkən kökünün soq dilinə getdiyi ortaya çıxır, lakin oruc sözündən əvvəl türklərin istifadə elədiyi söz məhz baçaq sözü olmuşdur. Gafil oyan,